Abşeron rayonunun Saray qəsəbəsinin Məhəmməd Əsədov küçəsində ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində 3 avtomobil toqquşub. Qeyd edim ki, hadisə nəticəsində ölən və xəsarət alan olmasa da avtomobillər yararsız vəziyyətə düşüb. Dinaz xəbər verir ki, qəza zamanı Mercedes markalı 77 GO 792 dövlət nömrə nişanlı avtomobil, Chevrolet markalı 90 YL 928 və Vaz 2106 markalı 50 DM 868 dövlət nömrə nişanlı minik avtomobilləri bir-biri ilə toqquşub. Qəzanın gücündən hər üç avtomobil yararsız hala düşüb. Xoşbəxtlikdən hadisə zamanı heç bir insan ölməyib. Hadisə yerinə Abşeron rayon polis idarəsinin Dövlət Yol Polis şöbəsinin əməkdaşları cəlb olunub. İddiaya görə qəzanın əsas səbəbi Saray körpüsündə sürət hədinin aşılması və avtomobillərin yol hərəkəti zamanı məsuliyyətsizliyi göstərilir. Evet, 16'ın yaz xalam oldu. Teşka qırmızı işıqlı ola. Çıxım 16'ın qabağına. 16'da qaçmaq istəyəndə taksi şoförü də 16'dan qaçmaq istəyəndə taksi şoförü stopaya girib buradakı teşka alır. Xəsarət və ölən varmı? Yox. Qəzada kimin günahkar olub olmaması aparılan araşdırmalardan sonra bəlli olacaq. Əraziyə gələn evakuator avtomobilləri yolun ortasına götürərək aidiyyəti üzrə təhvil verib. Bu cür hadisələrin qarşısının alınması üçün sürücülərin qanunlara riayət etməsi və sürət həddinə diqqətin yetirməsi vacib hesab olunur. Nizam Rəsulov, Fərhad Ələkbərli, xüsusi olaraq Dinaz TV üçün.